bürcü 26 aprel 2026-cı il. Yüklənmələrdən qaçmağa, emosional tarazlığı qorumağa çalışın. Özünüzə etiraf etsəniz ki, hər şeyə qadir deyilsiniz və hələ dəyişə bilmədiyiniz şeylərlə barışsanız, gün kifayət qədər xoş keçəcək. Günün birinci yarısında xırda məsələlərə ilişib qalmamaq və əhəmiyyətsiz narahatlıqlara həddindən artıq önəm verməmək məsləhətdir. Planlaşdırdığınız işlər varsa, artıq narahatlıq onları tamamlamağınıza mane ola bilər. Alış-verişi də ertələmək daha yaxşıdır. Səhər sizə israfçılıq meyli güclü ola bilər. Tələsik qərarlara uymayın qoçlar, sonradan buna görə özlərini dəfələrlə tərifləyəcəklər. Buğa bürcü 26 aprel 2026-cı il. Əgər vacib bir iş planlaşdırmısınızsa, hər şeyin dərhal istədiyiniz kimi alınmayacağına hazır olun. Lazımi nəticəni mütləq əldə edəcəksiniz, amma bunun üçün səy göstərmək lazım olacaq. Günün əvvəlini daha səri və tanış işlərlə başlamaq daha rahat olacaq. Bugün maliyyə ilə bağlı məsələləri həll etmək üçün uyğun deyil. Böyük alışları, köçürmələri və ciddi maliyyə qərarlarını təxirə salmaq daha yaxşıdır. Riskləri düzgün qiymətləndirməmək və ani qərarlara uymamaq üçün ehtiyatlı olun. Əkizlər bürcü 26 aprel 2026-cı il. Gün yaxşı keçəcək əgər ətrafdakılardan çox şey gözləməsəniz. Kiminsə köməyinə güvənmək və ya problemlərinizin bir hissəsini başqasının həll edəcəyini düşünmək düzgün deyil. Öz gücünüzə arxalansanız, planlaşdırdığınız hər şeyin öhdəsindən gələ bilərsiniz. Bəzi planlara düzəliş etmək lazım gələ bilər, amma bu sizi narahat etməsin. Səhər mübahisələrdən uzaq durmaq daha yaxşıdır. Xırda səbəblərə görə fikir ayrılıqları yarana bilər. Emosional reaksiya versəniz, vaxtınızı boş yerə itirə bilərsiniz. Bir qədər sonra haqlı olduğunuz onsuz da aydın olacaq. Xərçəng bürcü 26 aprel 2026-cı il. Gün çox xoş keçəcək. Siz özünüzdə enerji və ilham artımı hiss edəcəksiniz. Maraqlı ideyalar yarana bilər. Onları görməzdən gəlməyin. Hətta ilk baxışda çox cəsarətli görünsələr belə, sonradan onları həyata keçirməyin yolunu tapacaqsınız. Yaxınlarınız da sizə kömək edəcək. Ünsiyyət dairəsini genişləndirmək istəyən xərçənglər maraqlı tanışlıqlar qura biləcəklər. Yeni insanlarda xoş təəssürat yaradacaqsınız. Təşəbbüskar olmaqdan çəkinməyin. Həm dostluq, həm də romantik münasibətlər başlaya bilər. Şir bürcü 26 aprel 2026-cı il. Artıq çoxdan çətin görünən işlərə başlamağın vaxtıdır. Bugün sizi başqalarını çıxılmaz vəziyyətə salan suallara cavab tapmaq və ümidsiz görünən işləri başa çatdırmaq imkanını gözləyir. Günün əvvəlində güc və düşüncə aydınlığı hiss edəcəksiniz. İntuisiya isə xüsusilə güclü olacaq. Bu sayədə tez və tərəddüdsüz qərarlar verəcəksiniz. Dostlar və yaxınlar sizə dəstək olacaq və dəyərli məsləhətlər verəcəklər. Köməyə ehtiyacınız varsa müraciət etməkdən çəkinməyin. Bu insanlar gələcəkdə də faydalı müttəfiqlər olacaq. Qız bürcü 26 aprel 2026-cı il. Gücünüzü düzgün qiymətləndirin. Siz çox şeyə qadirsiniz. Amma bugün xüsusilə çətin işlərə başlamaq və ya yerinə yetirəcəyinizə əmin olmadığınız vədlər vermək məsləhət deyil. Daha yaxşısı sadə və aydın tapşırıqları seçib onları sakit şəkildə yerinə yetirməkdir. Təcrübəli tanışların məsləhətlərinə qulaq asın. Onların baxışı sizə vəziyyəti fərqli tərəfdən görməyə kömək edəcək. Bəzi qızlar üçün qısa bir söhbət belə düzgün istiqamət tapmaq üçün kifayət edəcək. Tərəzi bürcü 26 aprel 2026-cı il. Gün məhsuldar keçə bilər. Əgər səhərdən plan qurub ona əməl etsəniz, boş söhbətlərə vaxt itirməyin. Onlar sizə heç bir fayda verməyəcək. Əgər çoxdan həll etməli olduğunuz məsələlər varsa, günün birinci yarısında onları tez bir zamanda yoluna qoya bilərsiniz. Günün ortasında ciddi işlər planlaşdırmamaq daha yaxşıdır. Bu vaxt diqqətinizi toplamaq çətin olacaq və mürəkkəb işlərlə məşğul olmaq istəməyəcəksiniz. Daha yüngül fəaliyyətlərə üstünlük verin, yaxınlarla vaxt keçirin. Əqrəb bürcü 26 aprel 2026-cı il. Gün yaxşı keçəcək. Bir çox əqrəblər üçün bugün maraqlı ideyalarla zəngin olacaq və onları dərhal həyata keçirmək mümkün olacaq. Ətrafdakılar təşəbbüslərinizi dəstəkləyəcəklər. Kömək lazım olarsa asanlıqla həmfikirlər tapacaqsınız. Gün aktiv istirahət üçün də əlverişlidir. Yüngül fiziki fəaliyyət faydalı olacaq. Açıq havada gəzintilər əhvalınızı yüksəldəcək. Ailə ilə birlikdə vaxt keçirmək sizə xoş emosiyalar bəxş edəcək. Ox atan bürcü 26 aprel 2026-cı il. Sizi müxtəlif işlər üçün uyğun olan əla bir gün gözləyir. Vaxtınızı boş yerə sərf etmək istəməyəcəksiniz və intuisiya sizə nəyə dərhal diqqət yetirməli olduğunuzu göstərəcək. Tapşırıqlar çox olsa belə siz asanlıqla onları idarə edəcəksiniz. Bugün maliyyə məsələlərinin həlli üçün də münasibdir. Siz real düşünəcək, vəziyyəti düzgün qiymətləndirəcək və ehtiyatlı davranacaqsınız. Bu da uğurlu qərarlar qəbul etməyə kömək edəcək. Oğlaq bürcü 26 aprel 2026-cı il. Günün əvvəlində xırda anlaşılmazlıqlar yarana bilər və planlarınızı dəyişməyə məcbur edə bilər. Amma buna görə narahat olmayın. Bu problemlər ciddi olmayacaq. Tezliklə həll olunacaq. Sizin üçün vacib olan insanlarla fikir ayrılıqları mümkündür. Mövqeyinizi müdafiə etmək çətin ola bilər. Buna görə mübahisəyə girməyə əvəzinə fikirlərinizi sakit şəkildə ifadə edin və qarşı tərəfə düşünmək üçün vaxt verin.
Dolça bürcü 26 aprel 2026-cı il. Günün əvvəlində çətin və qeyri-müəyyən vəziyyətlər yarana bilər. Lakin siz sakitliyinizi qoruyacaq, vəziyyəti düzgün qiymətləndirəcəksiniz. Bu da problemləri həll etməyə kömək edəcək. Vacib qərarlarla tələsməyin. Bir qədər fasilə verin. Hər şeyi yaxşıca düşünün və etibar etdiyiniz insanlarla məsləhətləşin. Dostlarınız və köhnə tanışlarınız sizə düzgün istiqamət göstərəcək. Balıqlar bürcü 26 aprel 2026-cı il. Gün uğurlu keçəcək. Bir çox balıqlar səhərdən işgüzar əhvalda olacaq. Bu çox yerinə düşəcək. Siz çətin tapşırıqların öhdəsindən gələcək. Əvvəllər sizi çaşdıran suallara cavab tapacaqsınız. Təhsil və öyrənmə bugün asan olacaq. Yeni biliklər tez mənimsəniləcək. Yaxın zamanda sizə fayda verəcək.